Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə iyulun 30-u və 31-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi Qobustan, Hacıqabul, Şirvan, Salyan, Neftçala, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlləbad, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Beyləqan, Füzuli, Cəbrayıl, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı, Mingəçevir, Yevlax, Goranboy, Daşkəsən, Naftalan, Gəncə, Göygöl, Bərdə, Tərtər, Tovuz, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Samux. Şəkidə isə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək. Küləyin sürəti saniyədə 13,9-20,7 metr təşkil edəcək. Naxçıvanda narıncı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək. Küləyin sürəti saniyədə 20,8-28,4 metrədək güclənəcək.